Son günlər Xəzər dənizində yeraltı təkanlar qeydə alınır. Xəzər dənizində sırağa gün 5,3, bugün isə 3,3 magnitudalı zəlzələ olub. Ardıcıl kiçik təkanların qeydə alınması insanlarda narahatlıq yaradıb. Hazırda Respublika Seysmoloji Xidmət Mərkəzinə bağlanırıq. Əməkdaşımız Sevda Xanaliyeva zəlzələnin davamlı olub-olmayacağı barədə məlumatları bizə çatdıracaq. Hər vaxtınız xeyir olsun Sevda, eşidirik sizi. Salam Namidə, hər vaxtınız xeyir olsun. Bəli, son günlər Xəzər dənizində təkanlar qeydə alınır, ardıcıl təkanlar. Hətta ötən gün cənub bölgəsində də bu 3-4 bal gücündə zəlzələ kimi xarakterizə olundu, hiss olundu və vətəndaşlar arasında narahatlıq yarandı ki, bu yeraltı təkanların ardıcıl baş verməsinin səbəbi nədir? Ümumiyyətlə, yaxın günlərdə, yaxın gələcəkdə Azərbaycanda daha güclü zəlzələ gözlənilirmi? Elə bu suallara cavab tapmaq üçün buradayıq və daha ətraflı məlumatları isə bizə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verəcək. Qurban müəllim, salam, xoş gördük sizi. Xoş gününüz olsun. Ətraflı məlumatları sizdən eşidək ki, bu yeraltı təkanların səbəbi nədir və yaxın gələcəkdə bizi nə gözləyir? Bu yeraltı təkanların səbəbi bilirsiniz ki, yer daxili gedən dinamik proseslərdir. Yəni bunlar hamısı canlı bir insan kimi, yer daxildə nəfəs alan kimi hərəkətlərdədir. Bunlar piltələrin hərəkəti, piltələr daxili parçalanmış deməli tektonik o qırılmalar vasitəsilə, hansı ki parçalanıb bloklardır, bunların hərəkətləridir. Bu hərəkətlər də müxtəlifdir. Yəni ki, bir blokla o biri bloku müqayisə etdikdə biz bu ölçmələri aparırıq, bu müşahidələri aparırıq. Fərqli-fərqli bunların sürəti var, istiqaməti var. Eləncə görürsən ki, birinin sürəti çoxdur, o birisi öndə olan blokun azdır. Hansı bir istiqamətdə gedirsə də başlayır burada deməli sıxılmağa. Arxada olan deməli sürəti çox olan, öndə olan sürəti az olan bloku sıxmağa, bu tektonik qırılma ki var, biz o hər iki bloku ayıran o qradiyent sahəsidir. Müəyyən müddətdə, yəni bu bir günlük, 2 günlük deyil, il ərzində bunlar millimetrlə belə hərəkətləri var. Görürsən ki, laylarda o sıxılma ki gedir, gərginlik deformasiya vəziyyətinə gətirir. Yəni sıxılır, istər-istəməz sonra burada o sıxılma nəticəsində parçalanma əmələ gəlir. Bu parçalanma da, yəni güclü burada enerji ayrılması gedir, eləcə də deməli dalğa formasında yayılır bütün mühitə yer daxilində. Bu da yer üzərində də öz intensivliyini, təsirini göstərir. Biz də onu balla belə götürdükdə ocaqda baş verən deməli o magnitudo ilə hesablanır. Bu magnitudodakı Richter cədvəli üzrə götürülmüş rəqəmlərləndir və güclü enerji ayrılması gedir. Dünən, misal üçün baş verdi Lənkəranda, o 70 kilometr dərinliyində getdiyinə görə magnitudası onun, yəni gücü 5,3. Yəni 5,3 orta güclü belə demək olar ki, zəlzələdir. Bu, əgər səthə yaxın olsaydı, harzısı da 5 kilometr, 10 kilometr müəyyən fəsadlar törədə bilərdi. O 70 kilometr olduğuna görə o cənubda Xəzəryanı, Astaradır, Lənkərandır, Lerikdir, sonra Cəllabaddır, Saatlı, Sabirabaddır, bütün Neftçaladır. Bu rayonlarda, yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunmuşdur. Dediyim kimi, bu dərin, yəni Xəzərdə ümumiyyətlə baş verən zəlzələlər çox dərində yerləşir. Yəni o proses, o dinamik proses ki, o parçalanma ən dərini bu cür və ondan sonra o qırılma boyu, onun da ölçüləri var. Misal üçün, dünənki zəlzələnin 6 kilometr, 44 nə qədər belə metr uzunluğunda, 4 metrə, 5 kilometrə yaxında onun enində o parçalanmalar gedib. İlkin olaraq orada deməli ayrılan enerjini biz hesabladıq. O ki, baxdıq ki, burada deməli afterşoklar davam edir. Yəni ilk olaraq orada rəqəmlər var, 1,67, 13,12 joule oldu. 6,10 üstü 12 joule qalmışdı. O ki, gördük ki, bir saat ərzində, yaxın müddət ərzində
çoxlu sayda burada afterşoklar gedir, yəni parçalanmalar, xırda təkanlar ki, davam edir. O hər bir xırda təkanda da istəyir magnitudası 3 olsun, 4 olsun, 2 olsun, 1 olsun, hər bir parçalanmada o yığılmış, o gərginlik vəziyyətində olan olaylar ki, parçalanır, o enerji ayrılması gedir. Yəni, orada elə bir ki, boşalma gedir. Bu da müsbət bir haldır ki, o vaxt belə təşvişə düşər ki, insan ilk bir dənə güclü zəlzələ olsun, ondan sonra heç bir afterşok olmasın. Yəni gərginlik hələ qalır. Ondan sonra ola bilsin ki, o forşok olsun, yeni bir şok əsas təkanı olsun. Amma biz gördük ki, burada parçalanmalar ki gedir, afterşoklar gedir. Yəni arxayınçılıqla biz necə deyərlər, araşdırdıq ki, burada güclü, dağıdıcı təkan ehtimalı yoxdur. Xırda təkanlar var, ola bilsin içində hiss olunan olacaq, yaxud da olmayacaq. Elə də mən bilən heç bir hiss olunanı olmadı. Çünki müxtəlif dərinliklərdə həmən təkanlar baş vermişdi. Elə dünəndən bu günə götürdükdə həmin deməli ocaqda 400-ə yaxın afterşoklar olub. Təsəvvür edin, bu nə deməkdir? Yəni bunun müsbət hal kimi qəbul edirik ki, güclü zəlzələnin baş verməsi mümkün deyil. Yəni əhali də bu cəhətdən təşvişə düşməsin. Belə ola bilsin içərisində afterşokların yüngül 3 bal nədir ki, 4 bal nədir, 5 bal olsun, qorxulu bir şeydir. Yəni ki, bunlar hamısı insanlar gərək bunların hamısını soğuqqanlıqla qəbul olsun. Yer daxilində gedən prosesdir də, yəni ondan qaça bilməzsən. Çox sağ olun, təşəkkür edirik. Biz belə başa düşdük ki, yeraltı təkanların xırda-xırda olması daha əlverişlidir, nəinki gərginliyin orada yığılıb qalması. Tamam, doğru. Çox sağ olun, bir daha təşəkkür edirik ətraflı məlumata görə. Namidə bir daha qeyd eləyək ki, bizim müsahibimiz Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli idi. Biz sizə son günlər baş verən yeraltı təkanlar haqqında məlumat verdik, səbəbləri və yaxın gələcəkdə bizi nələr gözləyir, bu haqda çalışdıq ki, ətraflı məlumatları diqqətinizə çatdıraq. Son olaraq onu da qeyd edeyim ki, təkcə bu il Azərbaycanda və Azərbaycana bitişik ərazilərdə 4340 yeraltı təkan qeydə alınıb və mən tamaşaçılarımıza son olaraq onu da bildirmək istəyirəm ki, axşam buraxılışında bu haqda daha ətraflı sujet təqdim edəcəyik. Belə bizim çatdıracaqlarımız bunlardan ibarətdir. Söz yenidən sizdədir. Biz də təşəkkür edirik Sevda, ətraflı məlumatları bizə çatdırdığın üçün. Bir daha xatırladım ki, bizimlə birbaşa bağlantıda əməkdaşımız Sevda Xanaliyeva idi.